Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rızayev, millət vəkili Səyyad Salahlı, Yeni Azərbaycan Partiyasının İmişli rayon təşkilatının sədri Səfa Ağayev, hüquq mühafizə orqanlarının rəsmiləri, idarə və müəssisə kollektivləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri Ulu Öndərin abidəsini ziyarət edərək önünə tərgül düzüb. Ümummilli liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ötən gün isə tarixin Heydər Əliyev zirvəsi adlı tədbir keçirilib. Tədbirdə öncə dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ulu Öndərin şərəfli ömür yolu və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub. Çıxış edənlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmləşməsindəki müstəsna rolundan, onun uzaq görən və zəngin siyasi irsindən, müasir müstəqil Azərbaycanın qurucusu kimi tarixi xidmətlərindən ətraflı danışıblar. Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv olan gənclərə partiya vəsiqələri təqdim edilib. Tədbirin tərkib hissəsi olaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr edilən konsert proqramı təşkil edilib. Ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, dövlət quruculuğu istiqamətində atdığı mühüm addımlardan, ölkəmizin inkişafında və milli dəyərlərin qorunmasında əvəzsiz rolundan danışıblar. Bildirilib ki, onun dahi irsi bugün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Daha sonra konsertdə tanınmış incəsənət ustaları tərəfindən ümummilli lider Heydər Əliyevə və müstəqil Azərbaycana həsr olunmuş vətənpərvər ruhlu musiqi nömrələri ifa olunub. Bayram ovqatı bəxş edən bu bədii tədbir rayon sakinlərində yüksək ruh və vətənpərvərlik hissi yaradıb. Könül Kazımova, Aydın Yavərzadə bugün informasiya proqramı üçün.